Son zamanlar tez-tez eşitdiyimiz bəzi ifadələr var. Deməli, bir çox insan deyir ki, mən xüsusi biriyəm, məni heç kim başa düşmür və s. Bəs bunun mənbəyi nədir? Bu hardan qaynaqlanır? Deməli, əvvəllər bizim nağıllarımızda, dastanlarımızda ancaq bir ideologiya, bir məqsəd var idi ki, o gənc nəsillərə aşılansın. O da güc birlikdədir anlayışıdır. Nağıllarımıza, dastanlarımıza baxırıq. Məsələn, Koroğlu. Koroğlu hər zaman döyüşə gedəndə öz dəliləri ilə birlikdə gedərdi. Məsələn, Kitabi-Dədə Qorqudda Oğuzlar hər zaman birlikdə vuruşardı. Hətta nağıllarda belə. Uşaq yeni oxumağı öyrənir. Uşağa oxudulan hekayə bu idi ki, 7 nar çubuğu, yenə oğulların bir yerdə olması. Amma indi baxırıq ki, artıq indi uşaqların baxdığı bəzi dizi filmlərdə görürük ki, mənfi obrazlar olur. O mənfi obrazlarla mübarizə aparan yalnız bir qəhrəman olur və o bir qəhrəman bir komandaya qoşulmaq istəmir. Özü bütün mənfi obrazlarla tək savaşır və onları tək qalib gəlir. İstər-istəməz bunu görən, yeni düşünməyə çalışan, yeni dünyanı dərk edən uşaq da düşünür ki, mən də o qəhrəman kimi olmalıyam, tək savaşmalıyam, tək vuruşmalıyam və bu düşüncə artıq indiki dövrdə məni heç kim başa düşmür, mən xüsusi biriyəm düşüncəsinə gətirir, çıxardır. Bəs bu fikirdən, bu düşüncədən, bu düşüncə tərzindən necə canımızı qurtarmaq olar? Onu da növbəti videoda danışarıq.